Salam, xoş gördük. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün. Bugün sizinlə sevgi münasibətləri ilə bağlı bir mövzunu müzakirə edəcəyik. Mövzumuz onu həqiqətən sevirsənmi? Bəzən biz öz duyğularımızla bağlı tərəddüddə oluruq. Düşünürük ki, qarşımızdakı insana duyduğumuz hisslər doğrudan da sevgidirmi? Yoxsa bu bir asılılıqdır, yoxsa bu bir vərdişdir? Bəzən öz duyğularımızı müəyyən etmək bizə çox çətin olur. Özümüzə suallar veririk, bu suallara cavab tapa bilmirik. Amma öz münasibətimizi təhlil edərək, özümüzü analiz edərək, duyğularımızı aydınlaşdıraraq həmən o hisslərə həqiqi nə olduğunu özümüzdə ad verə bilərik, müəyyənləşdirə bilərik. Bununla bağlı bir çox əlamətlər var ki, bunlar ümumi əlamətlərdir. Bu əlamətləri mən sizlə bölüşmək istəyirəm. Siz, əgər həyatınızda partnyorunuz varsa da, bu sizin həyat yoldaşınız ola bilər, bu sizin nişanlınız, sevdiyiniz insan, münasibətə başladığınız, simpatiya duyduğunuz bir insan ola bilər. Və siz, əgər onunla olan duyğuların nə olduğunu daha yaxşı bilmək istəyirsinizsə də, bugün burada məni dinləyin. Burada sizinlə bölüşdüklərimi öz münasibətlərinizdə təhlil edin, analiz edin, özünüzü analiz edin və baxın görün həmin insana qarşı olan duyğular sizdə sevgidir, yoxsa nədir? Gəlin başlayaq. Mövzumuz onu həqiqətən sevirəmmi? Mən sizə əlamətləri sadalayacağım və onunla bağlı sizə əlavə bilgilər də verəcəm və əlamətləri sadaladıqca çalışın siz də özünüzə nəzər yetirin. Nəyi müəyyən etdinizsə, onu rəydə də yaza bilərsiniz. Sualınız olsa, onu da bölüşə bilərsiniz və birlikdə biz bir nəticəyə gələrik. Birinci onu demək istəyirəm ki, sevgi insanın qəlbindən gəlməlidir. Sevgi insanın ruhundan gəlməlidir. Amma müəyyən əlamətlər var ki, biz onlarla da o duyğuları aydınlaşdıra bilərik. Gəlin başlayaq. Biz bir insanla birlikdəyik. O bizim ya həyat yoldaşımızdır, ya sevgilimizdir, nişanlımızdır və s. Onunla olan münasibətimizin həqiqi sevgi olduğunu tapmaq üçün gəlin özümüzə suallar verək. Mən sizə sual verəcəm və siz də o sualı özünüzə verin. Bununla bağlı da baxın görün vəziyyət necədir. Əgər birini seviriksə də, biz o insanı çox düşünməyə başlayırıq. Onunla bağlı fərqli düşüncələrdə oluruq. O yanımızda olmayanda belə onu xatırlayırıq. Onunla bağlı nələrsə yadımıza salırıq. Gələcəklə bağlı onun haqqında nələrsə düşünürük. Və özümüzü onu çox düşünərək görmüş oluruqsa da, demək ki, ona qarşı sevgi duyğularımız ola bilər. İndi siz də baxın özünüzə. Həyatınızda olan o insan haqqında çoxmu düşünürsünüz? Əgər belədirsə, ola bilər sizin duyğularınız həqiqətən də sevgidir. Amma yalnız bir əlamətə baxmayın. Mən sizə çox əlamət sayacağım. Bunların hər biri ilə bağlı özünüzə suallar verə bilərsiniz. Əslində sonda mən sizə bir test də verəcəm. O testdəki suallara cavab verməklə də nəticəni sizlə bölüşəcəm. Sizə aydın olacaq ki, siz onu sevirsiniz yoxsa yox. Bu artıq konkret dəyərləndirmə olacaqdır. Əvvəl bilgiləri dinləyin, burada belə analiz edin, sonda isə testi edərək ümumi nəticəyə gələ bilərsiniz. Demək, birinci nə oldu? Onu çox düşünmək, onunla bağlı çox düşünmək. İkincisi, gələcəkdə onunla birlikdə olmağı arzulamaq, yəni onunla bağlı gələcək planlarımızın olması, onunla bağlı nələrsə planlaşdırmağı bacarmaq, yəni onu həyatının bir hissəsində görmək. Bəzən biz kimləsə münasibətdə oluruq, amma onu həyatımızın bir hissəsində görmürük. Bu an üçün onunla münasibətdə oluruq. Sadəcə hansısa anları onunla bölüşmək istəyirik, amma gələcəyimizdə, həyatımızın sonuna qədər onu həyatımızda görə bilmirik. Demək ki, ona olan duyğularımız tam da sevgi deyil. Amma biz həmin insanı birgə yol gedəcəyimiz insan kimi düşünə biliriksə, demək ki, ona olan duyğularımız təmizdir. Biz onu həyatımızda özümüzlə bir addımlayan bir insan kimi qəbul etməyə bacarmışıq.
Üçüncüsü, onunla həyatınızın ən kiçik anlarını belə paylaşa bilirsinizsə, bu sevgi duyğusu ola bilər. Yəni həyatınızda olan hər şeyi onunla bölüşmək istəyirsiniz. Həyatınızda olan ən xırda detalları belə onunla bölüşmək istəyirsiniz. İnsan doğma bildiyi, yaxın bildiyi insanla həyatında olan nələrsə bölüşə bilir. Və siz həyatınızdakı o insanla, tutalım həyat yoldaşınızla, nişanlınızla, sevgilinizlə, o yanınızda olmayanda belə yaşadığınız nələrisə də həvəslə bölüşə bilirsinizsə, demək ki, siz onu özünüzə doğma hesab edirsiniz və ona olan duyğularınız da sevgi hissi ola bilər. Tutalım ki, harasa getdiniz, başınıza nələrsə gəldi, nəyisə yaşadınız, kimləsə hansısa probleminiz oldu və yaxud da nəsə sizi xoşbəxt elədi. Bunların hamısını partnyorunuzla bölüşmək sizə rahatdırsa, demək ki, ona qarşı sevgi hissləriniz olması mümkündür. Növbəti. Onun xoşbəxtliyi sizin üçün önəmlidirmi? Bəzən onun məmnunluğunu özünüzdən ön plana da qoymağı bacarırsınızmı? Onu xoşbəxt etmək üçün əlinizdən gələnləri etmək istəyirsinizmi? Bu da əslində sevginin göstəricisidir. Yəni insan birinə qarşı gözəl duyğular bəsləyəndə istəyir onu xoşbəxt eləsin, istəyir onun üçün yaxşı olan şeyləri ona yaratsın, istəyir ki, əlindən gələn nə varsa onu etsin ki, qarşındakını sevindirsin. Sizdə bu istəklər varmı? Əgər bu istəklər varsa da, demək ki, siz qarşı tərəfə doğrudan da sevgi duyğuları ilə yanaşırsınız. Keçək növbətiyə. Onunla birlikdə sizə hər şey daha gözəl görünür, hər şey onunla daha da mənalıdır. Və siz onunla olanda daha çoxmu parıldayırsınız, daha çoxmu bu sizə zövq verir, daha çoxmu hər şey sizə gözəl görünür. İnsan sevən zaman hər şey onun üçün cəhrayı eynəkdə görünür. Hər şey çox gözəl görünür, özünü daha çox xoşbəxt hiss eləyir. Bu da sevginin göstəriciləridir. Və onunla birgə etdiyiniz hər şey sizə xüsusi gəlir. Misal üçün, oturmuşsunuz birlikdə, adi bir tutalım ki, dönər yemisiniz. Bu belə sizə gözəl görünür ki, mən bu dönəri onunla yedim. Misal üçün deyirəm, oturmuşsunuz onunla kafedə, bir şokoladla, bir pirojnayla çay içmişsiniz. Həmin anlar sizin üçün gözəl anlar hesab olunur. Adi olan bir şeylər belə sizin üçün özəl hesab olunur. Yəni, bunlar sizdə varsa da, demək ki, qarşı tərəfi doğrudan da sevirsiniz. Növbəti. Onun danışdığı hər şey sizin üçün maraqlıdır. Siz onu həvəslə dinləyə bilirsiniz. Siz ona qarşı maraqlısınız. Onun hər bir şeyi sizə maraqlıdır. Onunla özünüzü xoşbəxt hiss edirsiniz. Onunla birlikdə olanda daim üzünüzdə təbəssüm olur, sevinc olur. Bu da ona qarşı gözəl duyğular bəslədiyinizi göstərir. Növbəti, fiziki yaxınlıq istəyi, fiziki yaxınlıqdan həzz almaq, zövq almaq. Bu da sevginin göstəricisidir ki, insan həyatındakı insanla fiziki yaxınlıqda hər zaman özünü rahat hiss edir, xoşbəxt hiss edir. Bu ona həzz verir. Onunla birlikdə olmaqdan zövq alır, qucaqlamaq, öpmək, birlikdə gözəl anlar yaşamaq, fiziki yaxınlıq sevginin göstəriciləridir. Və bu sizdə gözəl alınırsa da, bu duyğular sizdə daha da dərinləşirsə, demək ki, sevginin daha dərinliyini yaşamağı bacarırsınız. Hər şeydə onun izinimi görürsünüz, hər şeydə onun adını axtarırsınız. Onunla əlaqəli olan nələrsə, onunla birlikdə yaşadığınız nələrsə, kənarda qarşınıza çıxanda bu sizə hər zaman onu mu xatırladır? Yəni, o sizin demək ki, hər zaman beyninizdədir ki, ətrafda onu xatırladan hər bir şey görəndə
Artıq bu sizin beyninizdə canlanır. Həmin an siz onu xatırlaya bilirsiniz. Onun izləri yenidən sizdə baş qaldırır. Bu da sizin duyğularınızın dərin olduğunu göstərir. Və onu olduğu kimi qəbul etməyi bacarırsınızmı? Onun həm mənfi, həm müsbət xüsusiyyətlərini görüb qəbul edə bilirsinizmi? Onda olan çatışmazlıqları da qəbul edə bilirsinizmi? Onlarla birlikdə ona olan duyğularınız yenə də dərindirmi? Bütün bunlar da varsa da demək ki, siz onu çox sevirsiniz. Bu dediklərimin hamısı özünüzdə varsa da demək duyğularınız çox dərindir. Ola bilər hamısı yox, müəyyən hissəsi olsun. Yenə də demək ki, sizin ona qarşı müəyyən duyğularınız var. Bunlar hər bir insanda fərqli şəkildə biruzə verə bilər. Mən sizə ümumi əlamətləri dedim. Daha da ümumiləşdirsək, sevginin göstəricisi iki cür ortaya çıxa bilər. Bunlar nələrdir? Birincisi duyğusal əlamətlər, ikincisi isə davranış əlamətləri. İndi gəlin bu dediklərimizi duyğusal və davranış əlamətlərində toplayaq. Duyğusal əlamətlərə nələr aid olur? Yəni duyğularla əlaqəli olan əlamətlər. Xoşbəxtlik və sevinc. Bayaq dediklərimdən onunla birlikdə hər zaman özünü xoşbəxt və sevincli hiss etmək. Burada hər şey aiddir. Həyəcan və intizar. Onu görmək sizi həyəcanlandırır. Onunla görüşməyi səbirsizliklə gözləyirsiniz. Bunlar hamısı sizin ona qarşı olan duyğularınızın dərinliyindən irəli gəlir. Yəni həyəcan və intizar. Qayğı və məsuliyyət. Bayaq dedik ki, onun rifahı üçün, onun xoşbəxtliyi üçün əlinizdən gələni etməyə çalışırsınız. Və onun rifahı sizin üçün önəmli olur. Siz ona qayğı göstərirsiniz və dəstək göstərirsiniz. Qayğı və məsuliyyət də bizim duyğusal əlamətlərimizdəndir. Empatiya və anlayış. Ona qarşı empatiya yaratmağı bacarırsınız, ona qarşı anlayışlı olmağı bacarırsınız. Bu da sevginin göstəriciləridir. Güvən və etibar. Ona qarşı hər zaman güvənlisiniz, ona etibar edirsiniz, ona güvən duyursunuz. İnsan sevdiyi insanlara qarşı daha çox güvənli olur. Və bu duyğular sizdə ona qarşı varsa da, bu əlamətlər özünüzdə görürsünüzsə, demək ki, bu da sizin ona olan sevginiz üçün bir göstərici ola bilər. Və gəlin indi keçək davranış əlamətlərinə. Davranış əlamətlərinə isə bunlar aiddir. Birincisi, diqqət və dinləmək. Bunu əvvəldə nəzərinizə çatdırdıq. Qarşıdakı insana diqqətlə yanaşırsınızsa da, onu dinləməkdən zövq alırsınızsa da, onu dediyi hər bir şeyi dinləyə bilirsinizsə da, ona diqqətlə yanaşa bilirsinizsə da, onun dediyi hər şey sizə önəmli gəlirsə da, bu gözəldir. Onun fikirlərini önəmsəyirsinizsə da, bu gözəldir. İkincisi, zaman ayırmaq. Zaman ayırmaq sevginin əsasıdır. İnsan hər zaman nəyi ki bəyənir, ona can atır. Və biz sevdiyimizə qarşı sevdiyimizlə daha çox zaman keçirmək istəyə bilərik. İnsan nə ilə çox zaman keçirirsə də, o onun çox sevdiyi, ən çox dəyər verdiyi bir şeydir. Və hər zaman öz sevdiyimiz insana zaman ayırmağı bacarırıqsa da, onunla daha çox zaman keçirməyə can atırıqsa da, bu bizim sevgimizin göstəricisidir. Fədakarlıq. Bəzən öz istəyimizi arxa plana qoyub, onun istəyini də ön plana çıxartmağı bacarmaq. Bu da sevginin göstəricisidir. Təbii ki, bunu hər zaman etmək doğru deyil. O zaman biz öz balansımızı poza bilərik. Amma müəyyən vaxtlarda, müəyyən anlarda özümüzü arxa plana qoya biliriksə də, qarşı tərəfə qarşı, yəni partnyorumuza qarşı fədakarlıq etməyi bacarırıqsa, bu elə əsl sevgi deməkdir. Əsl sevginin göstəricisi deməkdir. Və hörmət,
dəyər. Bu da sevginin əsas göstəriciləridir. Qarşımızdakı insana hər zaman hörmətlə yanaşmaq, ona dəyər vermək, onu önəmsəmək bizim onu çox sevdiyimizi göstərir. Bir sevgidə, bir sevgi münasibətində hörmət olmayanda o sevgi müəyyən vaxtdan sonra toksik münasibətə çevrilə bilər. Tək özümüzdən yox, elə qarşı tərəfdən də bu hörməti qəbul etməyi bacarmalıyıq. Və hər şey qarşılıqlı olanda daha gözəl olur. Biz qarşı tərəfə hörmət edirik və qarşımızdakı bizə o hörməti vermirsə də, burada balans pozula bilər. Və biz qarşımızdakına dəyər veririksə də, o bizə o dəyəri göstərmirsə də, burada da balans pozula bilər. Ona görə də burada mən əslində bizdə olan duyğulardan danışıram, amma biz ona qarşı o sevgini göstəririksə də, və bizim münasibətimiz qarşılıqlıdırsa da, özümüzə də o dəyəri göstərməyə bacarmalıyıq ki, qarşı tərəf də bizim ona göstərdiyimiz sevgini, bizim ona göstərdiyimiz hörməti, dəyəri bizə necə geri qaytarır. Bunu da görək ki, layiq olan insana öz sevgimizi verək. Bunu da özünüz üçün kənarda bir yazın. Təbii ki, insanın hissləri bəzən olur ki, özündən asılı olmayaraq formalaşır. Amma çalışın ki, sevgini kimə gəldi verməyin. O duyğuları elə bir insanla yaşayın ki, qarşılığını görün. Burada mən sizə müəyyən əlamətlər sadalayıram. Bunu siz partnyorunuzda da analiz edə bilərsiniz, təhlil edə bilərsiniz. Necə ki, özünüzü analiz edirsiniz ki, mən həqiqətən qarşı tərəf sevirəmmi? Bunlar məndə varmı? Bunları qarşı tərəfdə də tutalım ki, özünüzə deyirsiniz ki, fədakarlıq edə bilirəmmi? Dəyər və hörmət göstərə bilirəmmi? Misal üçün, empatiya qura bilirəmmi? Hörmətlə yanaşırammı? Baxın, sual verə bilərsinizmi? Bəs o məni sevirmi? Əslində bizim mövzumuz mən onu həqiqətən də sevirəmmi? Yəni, bu sualı da verib müəyyənləşdirə bilərsiniz ki, bəs o məni həqiqətən də sevirmi? Və bu dediklərimi onda da axtarmağa çalışın. Özünüzdə gördüklərinizdən 100% əminsiniz ki, bu sizdə var. Amma qarşı tərəfdə onun olub-olmamağını daha dəqiq bilməkdən ötürü daha çox siz təhlillər aparmalısınız ki, baxasınız, görəsiniz bunların hansı onda var. Və yaxud da müəyyən ona suallar verməklə hər birini aydınlaşdıra bilərsiniz. Hörmət və dəyəri dedim. Bütün bunların hamısı sevginin göstəriciləridir ki, əgər dediyim kimi duyğusal əlamətlər və davranış əlamətləri bunlar bizdən partnyorumuza qarşı varsa da, demək ki, biz onu doğrudan da sevirik. Çox insan asılılıqla sevgini bəzən qarışıq salır. Asıllıq əslində sağlam münasibət deyil, amma sevgi sağlam münasibətdir. Asıllıq bəzən nədənsə qaçış ola bilər, bəzən nəyinsə yerini doldurmaq ola bilər, bəzən özümüzdə olan dəyərsizlik duyğusunun nəticəsi ola bilər, bəzən ətrafdan görə bilmədiyimiz, yaxınlarımızdan görə bilmədiyimiz dəyəri nə eləsəm bərpa etmək ola bilər. Amma sevgi, dediyim kimi, ürəkdən gələn bir duyğudur və bizim qəlbimizin bir özünü xoşbəxt, məmnun, sevincli hiss etdiyi bir duyğusudur. Sevgi duyğusunu hər kəsə yaşamağı diləyirəm. Çünki bu duyğu olanda insanda, insanın başqa şeylərə də baxışı dəyişə bilir. Bu onun həyatına müsbət təsir edə bilir. Əgər o sevgi sağlam sevgidirsə, əgər o sevgi qarşı tərəfdən də ona qarşı varsa da, yəni biz kimisə sevirik, o sevginin qarşılığını ala biliriksə də, ona qarşı duyduğumuz duyğuları o da bizə verirsə də, bu dünyanın ən böyük xoşbəxtliyidir. Bu xoşbəxtliyi hər birinizə yaşamağı diləyirəm. İndi isə istəyirəm mən sizə həmən o dediyim testi paylaşım. Gəlin özümüzü yoxlayaq, baxaq görək, biz həyatımızda olan o partnyorumuzu sevirikmi? Onu həqiqətən sevirsənmi? Bunu aydınlaşdırmaq üçün indi sənə verəcəyim 10 sualı cavabla. 10 barmağını götür,
Sualı verəndə cavabın bəli olanda barmağını yum. Və sonda bax gör neçə barmağını yummuşsan. Cavabın neçə olacaqsa da ona uyğun mən sənə nəticəni deyəcəm. Gəl başlayaq. Onunla birlikdə keçirdiyin zaman hər şeydən daha qiymətlidir sənin üçün. Əgər cavabın bəlidirsə, bir barmağını yuma bilərsən. Onunla keçirdiyin zaman sənin üçün hər şeydən daha qiymətlidir. Bəli, yoxsa xeyr? Bəlidirsə barmağımızı yumuruq. Sual 2. Onun emosional vəziyyəti ilə maraqlanırsan, hər zaman onu dəstəkləyirsən, cavabın bəlidirsə, bir barmağını yuma bilərsən. Onun emosional vəziyyəti ilə maraqlanırsanmı? Onu dəstəkləyirsənmi? Cavabın bəlidirsə, bir barmağını yum. Sual 3. Onun müsbət və mənfi tərəflərini olduğu kimi qəbul edə bilirsənmi? Cavabın bəlidirsə, bir barmağını yum. Yəni, onu olduğu kimi qəbul edə bilirsənmi? Mənfi və müsbət cəhətlərini olduğu kimi qəbul etməyə bacarırsanmı? Bəlidirsə, bir barmağını yumursan. Sual 4. Onun sevinci və uğurları səni xoşbəxt edir? Cavabın bəlidirsə, bir barmağını yum. Xeyirdirsə, barmağını yumma. Onun sevinci və uğurları səni xoşbəxt edir? Bəlidirsə, barmağımızı yumuruq. Sual 5. Ona zaman ayırmaq üçün digər məsuliyyətlərinizdən və işlərinizdən imtina etməyə hazırsınız? Ona zaman ayırmaq üçün digər işlərinizdən, digər məsuliyyətlərinizdən, digər məşğuliyyətlərinizdən imtina etməyə hazırsınız. Bəzən olur ki, başqa işlərimiz olur, başqa özümüzlə bağlı nələrsə olur. Amma ona da zaman ayırmaq o bizdən istəyir. Biz onları kənara qoyub ona zaman ayıra bilirikmi? Cavabımız bəlidirsə, bir barmağınızı yuma bilərsiniz. Sual 6. Onunla gələcək barədə planlar qurmaq sizin üçün maraqlıdır, vacibdir. Bunu edə bilirsinizmi? Cavabınız bəlidirsə, bir barmağınızı bağlaya bilərsiniz. Yoxdursa da, cavabınız xeyirdirsə də, heç bir barmağınızı bağlamırsınız. Yəni, bir də təkrar eləyək. Onunla gələcək barədə planlar qurmaq sizin üçün vacibdirmi, önəmlidirmi? Cavabınız bəlidirsə, barmağınızı yuma bilərsiniz. Sual 7. Birlikdə keçirdiyiniz hər anı dəyərləndirirsiniz. Onunla sadə anları belə paylaşmağa can atırsınız. Bir daha deyim. Birlikdə keçirdiyiniz hər anı dəyərləndirirsiniz. Onunla sadə anları belə paylaşmağa can atırsınız. Cavabınız bəlidirsə, barmağınızı yuma bilərsiniz. Xeyirdirsə, olduğu kimi saxlayırsınız. Sual 8. Onunla mübahisə edəndən sonra problemi həll etmək və əlaqəni qorumaq üçün çalışırsınız. Təbii ki, münasibətlərdə müəyyən arada problemlər yaşanır. Hansısa mövzuda sözümüz düz gəlməyə bilir və biz mübahisə edə bilirik. Bunların olması normaldır. Yəni, əgər sevgi münasibətidirsə də hər şey hər zaman əla olacaq deyə bir şey yoxdur. Nə ilə bağlısı da təbii ki, mübahisələrimiz olacaq. Və sualımız da budur ki, onunla mübahisə edəndən sonra problemi həll etmək və əlaqəni qorumaq üçün çalışırsınız. Yoxsa bu sizin üçün vacib deyil. Başınızı götürüb gedirsiniz. Heç o məsələnin sonu necə olacaq, o mübahisə harada bitəcək, o mübahisədən sonra nə necə olmalıdır, bu sizi narahat eləmir. Əgər cavabınız bəlidirsə, bəli yazın. Yox, narahat eləmirsə, xeyir yazın. Sual 9. Onun fikirlərinə və hisslərinə hörmət edirsiniz, hətta sizinlə fərqli olsa belə. Onun fikirlərinə və hisslərinə hörmət edirsiniz, hətta bu sizinlə fərqli olsa belə. Yəni, misal üçün, sizin özünüzün nəsə haqqında bir fikriniz var, amma qarşınızdakı insan sizin o fikrinizlə razı deyil. Onun da özünə məxsus fikri var. Onun fikri ilə sizin fikriniz düz gəlmir. Bu zaman
onun o fikirdə olmağına siz hörmətlə yanaşa bilirsinizmi? Yoxsa deyirsiniz, yox, elə mənim dediyim olmalıdır. Yox, elə mən düz deyirəm. Yoxsa anlayışla deyə bilirsiniz ki, hə, mən belə düşünürəm, sən də belə düşünə bilərsən. Cavabınız bəlidirsə, cavabım bəlidirsə, bəlini barmağını yum. Əgər bəli deyilsə, xeyirdirsə, heç bir barmağını yummursan. Növbəti 10-cu sualımız, sonuncu sualımız. Sadəcə onun varlığı sizi xoşbəxt edirmi? Yəni, həyatında bu insan var. Ona yaxşı ki varsan deyə bilirsinizmi? Yaxşı ki o həyatımda var deyə bilirsinizmi? Cavabınız bəlidirsə, barmağınızı yuma bilərsiniz. Xeyirdirsə, heç bir barmağınızı yummursunuz. Bu suallarım öz münasibətinizdə olan duyğularınızı aydınlaşdırmaq üçün idi. Siz də bu 10 sualı özünüzə verdiniz. Və baxın, görün, neçə cavabınız müsbət oldu. Neçə barmağınızı yumdunuz. İndi isə buna uyğun mən sizə nəticələri deyəcəm. Nəticəniz neçədirsə də, baxın, görün, sizin nəticəniz o rəqəmlərə uyğun sizdə hansı cavab gəldi. Demək, əgər verdiyim bu 10 suala 7 ilə 10 arasında müsbət cavab vermişsinizsə, yəni 7 ilə 10 arasında cavabınız bəli alınıbsa da, demək ki, siz o insanı həqiqətən çox sevirsiniz. Təbrik edirəm sizi. Belə gözəl duyğular yaşadığınıza görə siz də özünüzü alqışlaya bilərsiniz və bundan daha da xoşbəxt ola bilərsiniz. Dərin, səmimi və sağlam bir sevgi hissi daşıyırsınız. Partnyorunuza qarşı olan diqqətiniz, qayğınız və bağlılığınız sizin əlaqələrinizin dərin olduğunu göstərir. Bu bizim 7 ilə 10 arasında bəli cavabı olanlar üçün verilən nəticəmiz idi. Keçək növbəti nəticəyə. Əgər sizin verdiyiniz cavablardan 4-6-sı bəlidirsə də, sizdə qarşınızdakı insana sevgi duyğuları var. Partnyorunuza qarşı sevgi duyğuları var. Amma bəzi sahələrdə inkişaf etmək və diqqətinizi daha çox yönləndirmək lazım ola bilər. Empatiyanızı artırın, onunla olan ünsiyyətinizi daha da dərinləşdirin. Bu zaman o sevgi duyğusunun da daha da dərinləşməsi sizin üçün gözəl olar. Yəni, burada duyğular müəyyən qədər var, amma çox da dərin olmaya bilər. Nəticəmiz belədir. Keçək 3-cü nəticəmizə. Əgər bəli cavabınızın sayı 0-3 arasındadırsa, yəni heç bir bəli cavabınız yoxdur və yaxud da maksimum 3 bəli cavabınız varsa da, sizin ona olan duyğularınıza tam da sevgi demək olmaz. Sizin onunla olan əlaqələrinizdə müəyyən problemlər var. Bu problemləri anlamaq üçün onunla daha çox zaman keçirə bilərsiniz. Onunla olan anlaşılmazlıqları müzakirə edib, duyğularınızı daha dərin təhlil etməyə çalışsaz, hər bir şeyi daha yaxşı ortaya qoya bilərsiniz. Yəni, burada bu duyğunun hələ nə olduğu tam da bilinmir. Sevgi demək olmaz, amma müəyyən onunla münasibətləriniz daha da dərinləşsə, ona daha çox zaman ayırsaz, onunla daha çox duyğularınızı bölüşsəz, haradasa hansısa duyğular bəlkə yarana bilər. Belə, bu bizim cavablarımız idi. Siz də bu suallara cavablayaraq öz nəticələrinizi görə bilərsiniz və baxın, görün, onu həqiqətən sevirsinizmi? Və sizə müəyyən ipucular da verəcəm. Bu ipucularını da dəyərləndirin. Bu da sizə faydalı ola bilər. Onu həqiqətən sevirsənmi? Özünə dürüst ol. Öz hisslərini dürüstcəsinə qiymətləndir. Tapa bilmədiyiniz suallara cavab tapmaq üçün özünü daha yaxşı analiz et. Münasibətini daha düzgün təhlil etməyə bacar. Münasibətini hər tərəfli gözdən keçirməyə bacar.
Elə mənim bugün danışdıqlarım bunları etmək üçün idi. Münasibətini daha dərin analiz edəsən, təhlil edəsən, özünlə bağlı müəyyən suallara cavab tapasan və beləliklə bu sənə daha asan olacaq ki, görəsən sən onu həqiqətən sevirsənmi? İkincisi, zaman ver. Özünə və qarşındakına zaman ver. Bəlkə siz hələ yolun başındasınız. Bəlkə də müəyyən vaxt keçib, siz hələ də onunla bağlı nəyin necə olacağını ayırd edə bilməmisiniz. Yenə də zaman verə bilərsən. Əgər ona qarşı daxildən hansısa duyğunun cücərdiyini hiss edirsənsə. Zaman sənin üçün həm mənfi, həm də müsbət şəkildə dönüş edə bilər. Amma bunu yaşamadıqca sən bəzən qərarsızlığında qala bilərsən. Ona görə də həmən nəyinsə adını qoymağa çalışma. Bəzən özünə zaman ver. Və bax gör, bu münasibət hara gedəcək, necə olacaq. Yəni, özünə və münasibətinə zaman ver. Və son olaraq, bunu həmişə elə əslində, münasibətini qiymətləndir. Ola bilər sən hal-hazırda yeni münasibətə başlamısan. Ola bilər sənin 10 illik münasibətin var. Ola bilər sənin 1 illik münasibətin var. Fərqi yoxdur. Münasibətini hər zaman qiymətləndir. Hər münasibətin müəyyən mərhələləri ola bilər. Biz tanışlıqda yeni mərhələdə olan kimi münasibətimizi 10 ildən sonra olan münasibətimizlə bir araya qoya bilmərik. Hər birini özünə məxsus şəkildə qiymətləndirmək lazımdır. Və indiki münasibətimizin necə olduğunu bilmək üçün əvvəlki mərhələləri də nəzərdən keçirə bilərik. Ona görə də münasibətinizi qiymətləndirin. Həm keçmişə nəzərən qiymətləndirin, həm bu anınızı qiymətləndirin, həm də gələcəyə nəzərən də qiymətləndirməyi bacarın. Partnyorunuzla aranızda olan ünsiyyəti dəyərləndirin. Onunla olan bağlarınızı gözdən keçirdin. Onunla gələcək planlarınıza nəzər yetirin. Onunla keçmişdə yaşadığınız mübarizələrə baxın. Keçmişdə yaşadığınız, birlikdə irəlilədiyiniz, atdığınız addımlara baxın. Aranızda olan, birlikdə yaşadığınız çətinliklərə baxın. Gözəl duyğulara baxın, sizi incidən, üzən nələr olubsa onlara baxın, bu an həyatınızda nələrdən məmnunsunuz onlara baxın, nələr həyatınızda problem yaradır onlara baxın və bütün bunlarla əlaqəli siz münasibətinizin davamlı olmağını istəyirsinizsə də, o duyğuları daha da dərinləşdirmək istəyirsinizsə də, analiz edəndən sonra, təhlil edəndən sonra çatışmazlıqları görün, güclü tərəfləri görün, zəif tərəfləri görün və bundan sonra, dəyərləndirmə aparandan sonra nəyi daha yaxşı etsəm mənim üçün xoş olar. Bu sevgi duyğusu məni xoşbəxt edirmi? Bu xoşbəxtliyimin davamlı olması üçün nəyi aradan qaldırmaq lazımdır? Nəyi əlavə etmək lazımdır? Mənim özümlə bağlı, qarşı insanla bağlı, qarşı tərəfdəki insanla bağlı, münasibətimlə bağlı. Bunun üçün də lazım olanları etsəm, hər şey daha da gözəl ola bilər. Partnyorunuzla aranızdakı münasibəti diqqətlə təhlil edərək partnyorunuzu həqiqətən sevib-sevmədiyinizi aydın eləyə bilərsiniz. Və onunla bağlı olan suallara cavab tapa bilərsiniz. Bugün bunlarla bağlı mən sizlə çox bilgilər bölüşdüm, test bölüşdüm, müəyyən suallar verdim. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu dinlədiklərinizi öz həyatınızla bağlı dəyərləndirə bilərsiniz və bunlarla əlaqəli nələr etməyiniz lazımdır, onu da özünüzdə qərarlaşdıra bilərsiniz. Əsas məsələ odur. Siz baxdınız, gördünüz, sizin partnyorunuzda olan duyğularınız nə idi? Əgər bu sevgi idisə də, bu çox gözəldir və bu sevginizlə bağlı dediyim kimi bu sizi xoşbəxt eləyirsə də hər zaman əmək sərf eləyin, hər zaman onunla bağlı hər şeyi
daha yaxşı yaşamaq üçün əlinizdən gələni edin. Təbii ki, yenə də deyirəm, əgər qarşı tərəf də sizi xoşbəxt etmək üçün əlindən gələni edirsə. Yox, əgər bu münasibət sizə məmnunluq gətirmirsə, bu münasibət sizi üzürsə, o zaman o sevginizi bir daha gözdən keçirin. Bəli, sevgi gözəl duyğudur. Sevgi insana çox ali bir hissdir. Amma çalışın ki, sevginiz toksik münasibətdə olmasın. Sevginiz sizi incidən münasibətdə olmasın. Sevginiz qarşılıqsız olmasın. Hər şey qarşılıqlı olanda gözəldir. Hər birinizə gözəl sevgi münasibəti diləyirəm. Sizi xoşbəxt edən və xoşbəxt edə biləcəyiniz bir insanla həyatınızı bölüşməyinizi diləyirəm. Bugün burada məni dinlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Həyatınızda gözəlliklər olsun hər zaman. Çox sağ olun. Çalışacağım bu videonun qeydini saxlayım. Yenidən də videoya baxa bilərsiniz. Nələr gözdən qaçırdıqsa da onları bir daha dinləyib özünüz üçün dəyərləndirmələr edə bilərsiniz və münasibətlərinizi daha da yaxşılaşdıra bilərsiniz. Ürəkləriniz üçün təşəkkür edirəm. Uğurlu olsun münasibətləriniz. Həyatınız sevgi dolu keçsin. Sağ olun, sevgi ilə qalın. Aha, bir də mən sizlə bir şeydə bölüşmək istəyirəm. Ola bilər ki, siz burada nələrisə dinlədiniz, nələrisə özünüzdə çatışmayan bir şeyləri gördünüz. Bununla bağlı bilirsiniz ki, mən yaşam koçuyam. Mənim xanımlar üçün marafonlarım olur, mənim xüsusi təlimlərim olur. Bunlarla bağlı mənə müraciət edə bilərsiniz. Mən həmçinin münasibət koçuyam. Bunlarla bağlı məndən seanslar ala bilərsiniz. Yəni, əgər münasibətinizdə hansısa problemləri görsəz, münasibətdə hansısa çətinlikləri görsəz, sevginiz olduğu halda nəyisə içindən çıxa bilmədiyinizi görsəz, bunlarla bağlı seans ala bilərsiniz, marafonlarımda iştirak edə bilərsiniz, təlimlərimi ala bilərsiniz. Misal üçün, ən son keçirdiyim sevgi marafonudur. Biz artıq sevgi marafonunu bir dəfə keçirdik və elə burada dinləyənlər üçün yenidən əgər arzu edirsinizsə də sevgi marafonunu yenidən keçirə bilərik. Bununla bağlı müraciət edə bilərsiniz. Sevgi marafonu haqqında sizə məlumat vermək istəyirəm. Sevgi marafonu 5 günlük bir marafondur. Əgər özünüzü yalnız hiss edirsinizsə, qarşımdakı insan məni sevmir deyirsinizsə, mənə diqqət etmir deyirsinizsə də, onun sizə olan duyğularından əmin deyirsinizsə də, sevgi münasibətinizdən məmnun deyilsinizsə də və yaxud da həyatınızda heç kəs yoxdur və istəyirsiniz ki, həyatınızda həqiqətən də sizə dəyər verən, sizi sevən, gözəl bir insan olsun və onunla sevgi münasibəti yaşayasınız. Bu sizin istəklərinizdirsə də, sevgi marafonunda iştirak edərək gözəl çalışmaları tətbiq edə bilərsiniz və bununla bağlı etdikləriniz sizin sevgi münasibətinizi yaxşılaşdıra bilər. Yenə də deyirəm, münasibəti olan insanlar da bu marafonda iştirak edə bilər. Münasibəti olmayan, amma gözəl münasibət yaşamaq istəyən insanlar da bu marafonda iştirak edə bilər. 5 günlük marafondur. Çox gözəl burada çalışmalar, afirmasiyalar, yəni olumlamalar, müəyyən sual çalışmaları var və 5 günlük marafonun sonunda isə sevgi toxumu meditasiyası sizə hədiyyədir. Bu meditasiya da çox möhtəşəm bir meditasiyadır. Bunu da hər gün etməklə siz özünüzdə gözəl münasibət üçün şuur altına kodlama edə bilərsiniz. Hər şey bizim əslində şuur altımızla əlaqəlidir və biz öz şuur altımıza düzgün mesajı ötürməyə bacarsaq, biz öz şuur altımıza düzgün kodlamalar etməyə bacarsaq, biz öz inanclarımızı düzgün şəkildə formalaşdıra bilərik, düşüncələrimizi düzgün şəkildə formalaşdıra bilərik. Bu isə bizim həyat tərzimizə çox müsbət şəkildə təsir edə bilər. Elə sevgi marafonuna qoşulmaqla siz çalışmaları edərək öz şuur altınızı gözəl şəkildə proqramlaya bilərsiniz. Və beləliklə də özünüzə gözəl münasibət formalaşdırmaq üçün bu sizə gözəl bir yol ola bilər. Hər birinizi sevgi marafonunda iştirak etməyə dəvət edirəm. Marafon sizin özünüzə gün ərzində bir neçə dəqiqə vaxt ayırmaqla etdiyiniz o çalışmalarla
həyatınızı gözəlləşdirə bilər. Bununla bağlı elə bu videonun altında da rəy yaza bilərsiniz. Mənə şəxsiyə də müraciət edə bilərsiniz, mesaj da yaza bilərsiniz. İnşallah bu marafon tezliklə başlayar. Yetərli iştirakçı qoşulduqdan sonra mən dəqiq vaxtı sizə elan edəcəm və siz marafonda iştirak edə bilərsiniz. Və həmçinin mən yaşam koçu olaraq bir təlim də sizə təklif etmək istəyirəm. Bu nədir? Bu münasibət koçluğu təlimidir. Hardasa 2 ay davam edən bir təlimdir. Bu təlimi də siz ala bilərsiniz. 8 dərslik bir təlimdir. Və burada siz həm nəzəri bilgiləri öyrənə bilərsiniz və o öyrəndiyiniz nəzəri bilgiləri həyatınıza tətbiq eləyə bilərsiniz. Həftədə 2 dəfə dərslərimizdir və əlavə orada müəyyən çalışmalar, tapşırıqlar var ki, dərsləri öyrənəndən sonra onunla bağlı başqalarına da seans eləyə bilərsiniz. Orada öyrəndiklərinizi tətbiq edə bilərsiniz və özünüzdə də orada öyrəndiklərinizi tətbiq edə bilərsiniz. Özünüzün münasibət koçu ola bilərsiniz və yaxud da kiməsə bunu edə bilərsiniz. Beləliklə bu öyrəndiklərinizi tətbiq edərək həm öz həyatınızda gözəl münasibət formalaşdıra bilərsiniz, həm də münasibət koçu kimi siz xidmət göstərə bilərsiniz. Başqalarının da münasibətini yaxşılaşdıra bilərsiniz. Başqalarına da faydalı ola bilərsiniz. Əgər münasibət koçluğu təlimini əldə etmək istəsəz, bu təlimə qoşulmaq istəsəz, bununla bağlı da mənə müraciət edə bilərsiniz. Yaza bilərsiniz şəxsiyə, burada mesaj bölməsində yaza bilərsiniz və beləliklə də bu təlimi də biz keçə bilərik. Dərslərimiz onlayn şəkildədir, marafonum da onlayn şəkildədir və hər birini biz birlikdə, necə ki canlı şəkildə bunu edirik, onlayn şəkildə də çox möhtəşəm bir şəkildə edə bilirik və gözəl də nəticələrimiz olur. Mənim seanslarım da onlayn olur, marafonlarım da onlayndır və bu sizin həm rahatlığınızdır, kənar yerə getmədən, əlavə zaman sərf etmədən siz çox gözəl şəkildə bilgilər öyrənərək həyatınıza tətbiq edib gözəl nəticələr əldə edə bilərsiniz. Bugünlük bu qədər. Məni dinlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun, sevgi ilə qalın. Xoş sözləriniz üçün də hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Həyatınıza gözəlliklər axsın. Sevgilər.